Səfər komandası topu oyuna daxil edir. Səfər Ataş avtoservis görüşü başladı. İndi Ataş oynadı, ancaq qeyri-dəqiq. Zərbə, ikinciden zərbə. Geri oynadılar. Səfər komandası uzaqdan zərbə bloklayırlar. İndi at atışla topu oyuna daxil edirlər. İrəli oynadılar, qapı boşdur, zərbə. Top qapının yanından meydan tərk edir. İndi geriyə Fərid. Fəriddən irəliyə ötürmə. Ataş. Ataşın zərbəsi qapıcı topu qaytarır və ikincidən zərbə olacaq. Qapıcı müdafiəçi səhv eləmişdi və Ataş da bu səhvdən yararlana bilmədi. Elbrus geriyə ötürmə çox yumuşaq idi. İndi Zəfər komandasının növbəti hücumu. Yaxşı çıxdılar hücuma. Ötürmə, zərbə və yenə qapıcı. İndi Fərid. Fərid. Adəmi keçə bilmir. Adəmdir. Oğlan, hə. Rasim out başlayır. Fərid. Elbrusla oynadı. Ondan irəliyə ötürmə. Ataşa. İkincidən out. Out'u Zəfər komandası yerinə yetirir. Hələ ki geri ilə oynayırlar. Qayda pozuntusu. Zəfər komandası out atışı yerinə yetirir. Qapıya zərbə, qapıcı topu qaytarır, təkrar zərbə, top qapıdan yan keçir. Qapıdan zərbə. Elbrus geriyə qapıcı ilə oynadı, ondan da irəliyə. Ataşa, Ataşdan qeyriyə götürmə. Çox gəldi bu, tələsdi burada Ataş. Ataş. Yenidən Ataş. Ondan geriyə Fəridə ötürmə. Fəriddən yenidən Ataşa. Ataş. Top Zəfər komandasında qalır. Onların növbəti hücumu olacaq. Ötürmə. Təzdən ötürmə zərbə. Top qapıdan yan keçir yenə də. İkinciden zərbə. Ötürmə. Qapıya zərbə. Yenə qapıdan zərbəli top oyuna daxil edir. Sürətli əks hücum ola bilər. Ötürmə. Bloklayırlar ötürməni. İndi müdafiə boş qalıb. Zəfər komandası hücumdadır. Zərbə. Bu dəfə də top qapının üstündən meydanı tərk edir. Qeyri-dəqiq zərbə. Ataş. Ataşdan irəliyə ötürmə. Fərid istiqamətinə. İstəsə götürə bilərdi topu. Çatmışdı. Zəfər komandasına irəliyə ötürmə. Top qəbulu pis idi biraz. Zərbə, qapıcı topu götürür və topu yaxındakı komanda yoldaşı ilə oynayır. İndi Zəfər komandası hələ ki topla rəftar edir öz cərmə meydançasında. İrəliyə ötürmə. Çox səliqəli oynayırlar topla. Out. Fərid təkdir burada. O irəliləyir. Zərbə, top qapıdan yan keçir.
yazmışam. Qapıdan zərbə. Ben bir şey yeri yazmışam. Zafer tuttu. Ötürmə. Elbrus hələ ki irəliləyir. Ötürdü Fəridə. Fərid zərbə qapıçı. Oy. Üzüdür. Ataş yenidən külçdən zərbə alacaq. Ateş kildə. Ben falan oyunu yaxşı baxamıyorum. Elbrus ötürmə. Fərid alladır rəqiblərini ötürdü, ancaq burada müdafiəçi qarşılayır. İndi sürətdə keçim ola bilər Zəfər komandasından. Ataş geriyə. Ataşın zərbəsi qapıçı qaytarır. Qırğın oyundur. İndi tək başına qalıb qapıçı. Ataş Oyun qırğın gedir. oyunçu axtarır əldə. Gəlib aldılar topu ondan. İrəliyir, zərbə və gol. Zəfər komandası hesabı açır. Hesab 1-0. Hesab 1-0 olur Zəfər komandasının xeyrinə. İndi Ataş Avtoservis komandası Fərid cinahını oyladı. Oyuncu axtar hələ ki. İrəli ötürməyə yaxşı alınmışdı. Zərbə bloklayırlar. Şahinlər gəlir. Ataş geriyə Fəridlə oynadı. Fərid fəalladır rəqibini. Yanlışlıq, qapıçı topu irəliyə vurur. İndi qapıçı topu götürür. İrəliyə oynayır. Ataş. Ataşdan irəliyə ötürmə Fəridə. Boşluğu yaxşı gördü burada. Onun zərbəsi və qapıçı. Alt atışını Ataş Avtoservis komandası yerinə yetirir. Fərid. Zərbə qapıya. Qeyri-dəqiq. Elbrus aldı topu, oturdu Fəridə. Onun zərbəsi və gol. Hesab 1-1 olur. Ataş Avtoservis komandası hesabı bərabərləşdirir. İndi Zəfər komandası topu oyuna daxil edir mərkəzdən. Ötürmə irəliyə. Boşluq axtarırlar. Zərbə gələ bilər. Blokladı burada Elbrus. Üçüncüdən zərbə. Geriyə ötürmə. Zərbə və gol. Hesab 2-1 Zəfər komandasının xeyrinə olur. Hesabı bərabərləşdirir Zəfər. Hesab arasındakı fərqi artırır Zəfər komandası. Hesab 2-1 olur. İndi Fəriddən irəliyə ötürmə deyildi bu, daha doğrusu zərbə idi və qapıçı qaytarır. Üçüncüdən zərbə. Ataş ötürdü.
komanda yoldaşına. O da topu yaxşı saxladı. Ötürməsi qeyri-dəqiq idi. İndi Zəfər komandasının sürətli əks hücumu başlayır. Zərbə qapıya və hesab 3-1 olur. Çox sürətli əks hücum və 3-1 oldu hesab. Azlıqda yaxaladılar Ataş Avtoservis komandası müdafiəsini. Fəriddən irəli ötürməyə keçmir. Ben de sizden kim işlemetleşmişim. Ben de Və qapı boşdur. Zərbə gələ bilər burada. Ay. Hələ də hücum səngimir. Ötürmə. Ay. Hesab 4-1 ola bilərdi. Çox sürətli oynayır Zəfər komandası. Görək oyunun sonu necə olacaq? Ataşdan Fəridə irəli ötürmə. Fərid təkdir burada. Keçə bilmir rəqib komanda müdafiəsini. İndi Fərid oyuncu axtarır irəlidə. Geriyə Ataşla oynadı Ataş. Ondan irəli ötürmə bloklayırlar. Zəfər komandasının yeni hücumu ola bilər burada. Boşdu müdafiə. Zərbə və 4-1 olur hesab. 4-1. Zəfər komandası hesabı 4-1 edir. İndi Ataş Avtoservis komandası top oyuna daxil edəcək. Hesabda ciddi üstünlüyü var. Zəfər komandasının ciddi üstünlüyü var hesabda. 4-1 hesabı ilə irəlidədirlər. Zərbə və qapısı yaxşı qaytardı zərbəni. Yaxşı zərbə indirmişdi. Yaxşı da qaytardı. Fərid ötürməsi yenə keçmir. İndi yenə müdafiə boşdur burada. Ataş topu aldı. Hesabın atmasına imkan vermədi. İrəliyə ötürmə. Elbrus ötürdü Fəridə. Saxladı topu. İrəliyir. Ancaq müdafiəçi aldı. Rəşaddan irəliyə ötürmə. Ataş aldı burada topu. Fərid irəliyir. Ataş. Out atışını Ataş Avtoservis komandası yerinə yetirir. Elbrusdan geriyə qapçıya ötürmə. Qapçının Fəridi ötürməsi. Ataş Avtoservisi. Ataş çıxılır yerə. Cərimə zərbəsi tələb edir, ancaq hakim oynamağı söyləyir. Zəfər komandasının hücumu, zərbə. Hesab 5-1 olur. 5-1. Hesab 5-1 Zəfər komandasının xeyrinə olur və out. Çox pis gətirdi oyun Ataş Avtoservis üçün. Özümüze geldi Ataş. Fərid irəliləyir, ötürmə, küncdən zərbə olacaq. Hesabı dəyişmək üçün gücləri var Ataş Avtoservisin. Zərbə və qapıdan zərbədir. Bu müdafiə boş qalmamalıdır. Rəşaddan geriyə ötürmə və alırlar topu. Ataş yenə Zəfər komandası oğurladı topu. Cərimə zərbəsi. Boşluq var burada. Zərbə və qapıcı. Ataş irəli ötürmə Fəriddə, ancaq müdafiə qarşılayır ötürməni indi.
Zəfər komandasının hücumu Elbrus. Ataşa ötürdü. Ataş yaxşı ötürməyi də bilmədi burada. Bloklayırlar zərbə. Top qapının xeyli üstündən meydan tərk edir. Qapıdan zərbə alacaq. Qapısı yandakı komanda yoldaşı ilə oynayır. O Elbrus'u ötürdü. Elbrus geriyə ötürdü qapıcıya. Qapıcıdan da irəli ötürmə Ataş istiqamətinə müdafiə qarşılayır. İndi isə Fərid və out olacaq Ataş avtoservis komandasının xeyrinə. Və Fəridin zərbəsi, ikincidən zərbə. İkincidən zərbə olacaq. Ataş avtoservis komandası ikincidən zərbə ilə topu oyuna daxil edəcək. Ataş pis zərbə indirdi burada. Ümumiyyətlə topu qapıya tərəf çevirə bilmədi. Zəfər komandasının yeni hücumu. Elbrus blokladı və o irəliləyir. Fəridi ötürdü. Fəridin zərbəsi və qapıdan biraz aralı keçdi. Təhlükəli zərbə idi. Lakin çərçivəyə düşə bilmədi. Ataş avtoservisin hücumu var idi, ancaq tez bitir. İndi zərbə müdafiəçilər çıxartdı. İkincidən zərbə olacaq yenidən Ataş avtoservis komandasının xeyrinə. Bloklayırlar. Qapıcı Fəridi ötürdü. Fərid qəşəng Allah'tı burada rəqibini. Onun zərbəsi top qapının biraz üstündən meydan tərk edir. Və yenidən ikincidən zərbə olacaq. Ataş top oyuna daxil edir. Zərbə blokladılar yenə də. Geriyə oynadılar. Rəşad. Rəşaddan irəliyə ötürmə. Zərbə. 5-1. Top qapının biraz yanına meydan tərk edir və Ataş avtoservis topu oyuna daxil edir. Ataş təkdir burada. Fərid gəldi yanına. Fəridi irəliləməyə qoymur müdafiəçilər. Rəşad boşdur burada. Rəşad yenidən boşdur. Zərbə gəlmir. Qapıcı vaxtında meydan tərk edir. Ötürmə dəqiq deyildi. Zərbə və 6-1 olur hesab Zəfər komandasının xeyrinə. Zərbə. İkincidən zərbə. Elbrus geriyə ötürdü. Ataşı ötürmə və blokladılar topu. Fəridin zərbəsi. Zərbə. Və qol. Hesab 6-2 olur. Ataş avtoservis komandası hesab arasındakı fərqi azaldır. 6-2. Zəfər komandası topu oyuna daxil edir. Rəşad. Səhv Rəşaddan Fərid. Ötürdü Ataşa. Ataşın zərbəsi dirək. Ay. Cərimə zərbəsi olacaq. Fərid topun gəlişindədir. Hesab 6-2-dir, hesabı 6-3 edə bilər. Yaxşı keyfiyyətli zərbə ilə. Zərbə gəlmir, blokladılar. İndi hücumdadır Zəfər komandası, boşdur. Burada oyuncu keçir. Və cərimə zərbəsi.
Ötürmə, Rəşad başla zərbə. Top qapdan yan keçir. İndi Ataş Avtoservis komandasının hücum ola bilər. Geriyə ötürdülər. Fərid irəliləyir. Müdafiəçilər qarşıladı onu. Fərid Elbrus'u ötürdü. Elbrus'dan irəliyə ötürmə. Zərbə. Rəşad yenə ötürdü zərbə. İrəliyə ötürdü Fəridə. Fərid təkdir Fərid burada. Zərbə, oy. Çox yaxşı zərbədir, ancaq top dirəyə dəydi burada. İrəliyir Zəfər komandası, ötürdü Rəşada. Ondan da irəliyə ötürmə. Zərbə. Top qapdan yan keçir. Qapçı topu oyuna daxil edir. Top Ataşa çatmır. Qarşılayırlar burada topu. İrəliyə ötürmə. Götürür topu müdafiəçi. İrəliyə ötürdü. Və müdafiə boşdur. Rəşad, zərbə və qapçı. Qapçıdan irəliyə ötürmə. Sarı vərəqə Rəşada. Rəşaddan irəliyə Kanada daşını ötürmə. Ötürmə zərbə və yaxşı kombinasiya qurdular burada və hesab 7-2 olur Zəfər komandasının xeyrinə. İndi Zəfər komandası, Ataş Avtoservis komandası hücum axtarışındadır. Fərid geriyə gəlir burada. Hesab 7-2 olur. Fərid. Müdafiə yenə boşdur. Zərbə və hesab 8-2 olur və birinci hissə beləliklə başa çatır. Zəfər komandası ilk hissədə 8-2'li üstünlüklə yollanır ikinci hissəyə və Zəfər komandası topu oyuna daxil edir. Hesab 8-2'dir. İkinci hissə başladı. Geri oynadı komanda yoldaşı ilə. İrəliyə ötürmə. Fərid topu alır. Zərbə. İkincidən zərbə alacaq. Elbrus topun gerisindədir. Ondan irəliyə Fəridi ötürmə və Zəfər komandasının yeni əks hücumu başlaya bilər. Oy. Rəşadın zərbəsi və qapçı. Elbrus irəliyə Fərid istiqamətinə alınmır. Rəşad geriyə qapçı ilə oynadı. Ondan yandakı komanda yoldaşına ötürmə. İrəliyir Zəfər komandası, ötürmə və qapçı. Topu tutur. Ola. Ataş Avtoservis. Fərid, ötürmə. Bloklayırlar. Oy.
Yaxşı hərəkətlər izlədik burada, ancaq ötürmə qeydə qalınmışdır. Ötürmə Rəşad. İrəli ötürmə. Ataşdan irəliyə Fərid istiqamətinə boşdur burada. Boş idi ancaq çox yüngül zərbə endirdi burada Fərid. Ötürmə. Yenə Zəfər komandası hücumdadır. Görək bu hücumlar necə yekunlaşacaq. Geriyə oynadılar. İrəli ötürmə, uzun ötürmə gəldi. İndi Zəfər komandası top saxlayır, ancaq Ataş topu çıxartdı və out olacaq. Rəşad boşdur burada. Rəşadın zərbəsi və gol. Hesab 9-2 olur. 9-2 olur hesab. Fərid. Geri oynadı. Ondan irəliyə Ataşa. Qapıcı qaytarır. Zəfər komandasının hücumu Elbrus topu geriyə ötürdü. Fərid. Fərid ötürdü komanda yoldaşına. Ondan irəliyə zərbə. Qapıcı topu tutur. Rəşadı oynadı. Rəşaddan gözəl hərəkət. İndi yenidən Rəşadı ötürmə. Rəşad çəkir topu. Onun zərbəsi və 12. Bütün oyunu özlərinə götürdü burada Rəşad və hesabı 12 edir. Fəriddən irəliyə zərbə. Sanki heç bir ümidi qalmayıb Ataş avtoservisin. Oy, yaxşı Allahdır burada. Yaxşı blokladı müdafiəçəndə. Elbrus. Onunla irəliyə qeyriyə götürmə. Zəfər komandasının yeni hücumu başlayır. Rəşad geriyə çəkir. Ondan da irəliyə başla zərbə qeyridə qalındı. Top Ataşdan çıxır. İrəliyə ötürmə, Rəşad boşdur. Rəşad geriyə ötürdü komanda yoldaşına və cərimə zərbəsi olacaq burada. Rəşada qarşı qayıdaq pozuntusu var idi. Penalti olacaq. Görək bu 11 metrlik cərimə zərbəsini kim yerinə yetirəcək? Zərbə, top qapıdan yan keçir. Fəriddən geriyə ötürmə. İrəliyə ötürmə Elbrusa çata bilmir topa. Qapıcı komanda yoldaşı ilə oynayır. Oy. Zəfər komandasının növbəti hücumu ola bilərdi, ancaq Ataş ötürdü Fəridə. Fərid, Ataş və
Hesab 13 olur. Ataş avtoservis hesab arasındakı fərqi azaldır. Görək bundan sonra necə olacaq. Ataş topu itirdi burada. İndi Zəfər komandası hücumdadır. Ötürmə. Boşdur burada və ikincisindən zərbə olacaq. Geri oynadılar. İrəliyə. Rəşad. Out. Zəfər komandasının xeyrinə. Rəşad topa çatacaqmı? Çata bilmir. Ötürməni oxumamışdı burada. Ataş. Ataşdan irəliyə Fərid ötürmə. Fəriddən Ataşa ondan zərbə qeyridə qalındı. Zəfər komandasının növbəti hücumu. İrəliyə ötürmə Elbrus qarşıladı. Ondan qapıçıya ötürmə. Qapıçı çıxır. Boşdur burada müdafiə və çatdırır özünü komanda oyuncuları. İrəliyə ötürmə keçmir. Zəfər komandasının növbəti hücumu ola bilər. Yox. Hələ ki Ataş avtoservis pressingdədir. Yenə kiçik bir ümidləri var hesabı geri qaytarmağa. İrəliyə ötürmə. İrəliyə ötürdü qapıcı. Fərid istiqamətinə alınmadı. Fərid keçir. Ataşı ötürmə. Ataş. Zərbə. Gol. Hesab 14 olur. Hesab arasındakı fərq azalır. Şimdi cərimə zərbəsi olacaq. Qayda pozuldu burada Zəfər komandasının futbolçusuna qarşı. Geri ilə oynadılar. Zərbə. Qapıçı irəli oynadı. Rəşad cəld qaytardı topu. İndi yenidən top Zəfər komandasındadır. Zərbə və 11-4 olur. Hesab yenidən hesab arasındakı fərq artır və hesab 11-4 Zəfər komandasının xeyrinə dəyişir. Fərid Elbrusla oynadı. Elbrus ötürdü. Zərbə və hesab 11-5 olur. 11-5 Ataş avtoservis hesab arasındakı fərqi azaldır, minimuma indirir. Qapıçı qaytardı burada. İndi yenidən Ataş avtoservis komandası hücuma keçə bilər. Fərid burada yaxşı hərəkətlə aldatdı rəqibini, amma burada qeydə götürmə etdi və topa çata bilmirlər. İrəliyə ötürmə. Boşdur burada. Zərbə və qapıçı qaytardı topu. Heç kim ona mane olmurdu orada.
Ötürmə və qapıçı topu qaytarır. Rəşad yaxşı ötürmə alınmadı burada Rəşaddan. Fərid oynadı Ataşla. Ataşdan irəli ötürmə tələsdi burada. Tələsdi Ataş. Yenidən Fərid oynadı. Fəriddən ötürmə qeyri-dəqiq idi. Qeyri-dəqiq götürdü Fərid topu və qapıdan zərbə olacaq. Zəfər komandası topu qapıdan oyuna daxil edəcək. İrəli ötürmə, müdafiədə səhv, zərbə, qeyri-dəqiq. Qapıdan zərbə. Bu dəfə Ataş Avtoservis komandası topu oyuna daxil edəcək. Qapıdan Fərid. Ondan irəliyə ötürmə və qapıdan zərbə. Fəridi yaxşı allatdılar. Zərbə. Heç nə yoxdur deyir hakim. Fərid keçə bilmir. Zəfər komandası hücumdadır. Ötürmə də gəlmir. Yaxşı allatdı oyuncuları ancaq heç nə etmədi burada. Elbrus ötürdü Ataşa. Ataş keçir və cərimə zərbəsi. Fəridi ötürmə. Fərid ondan ötürmə qeyri-dəqiq alındı. Fərid ikinci zərbə olacaq. Zəfər komandasının hücumu var idi, ancaq qayda pozuntusu oldu burada. Cərimə zərbəsi yerinə yetirir Zəfər komandası. Ötürmə, zərbə alınmadı və ikincidən zərbə alacaq. Fərid topu götürür. Fərid. Zərbə, yenə dirək. Qapçı riskli hərəkət idi burada. Zərbə gəlmir, ötürmə, zərbə və gol. Rafqam 12-4. Hesab 12-4 olur. Zəfər komandası hesabı 12-4 edir. Elbrusdan geriyə Rəşad. Ötürmə keçmir. İrəli ötürmə. Fərid Rəşadı allada bilmir burada. Ataş. At. Zəfər komandasının xeyrinə. Fərid. Ataşın zərbəsi və hesab 12-5 olur. 12-5 hesab Ataş Avtoservis komandasının xeyrinədir. Zəfər komandası topu Ataş Avtoservis topu oyuna daxil etdi. 12-6 oldu hesab.
12-6. Ötürmə, zərbə, təkrar zərbə və qapıdan zərbə alacaq Fərid. Fərid keçir. Ötürmə Ataşa keçmir bu dəfə müdafiəçilər. Bloklayırlar ötürməni. Fərid 3-cü zərbə ilə top oyuna daxil edəcək. Ötürmə Fəriddən. Qapıcı. Dəli ötürmə. Rəşaddan ötürmə zərbə idi daha doğrusu. Müdafiəçi qarşıladı. Təkrar zərbə. Top qapıdan yan keçir bu dəfə. Elşad ötürdü Ataşa. Elşaddan Ataşa ötürmə gəlmədi və out olacaq. Ataş avtoservisin xeyrinə. Fərid oynadı Ataşa. Ataş çox irəliyə atdı topu. Fərid hələ ki gəzir meydanı. Ataşa ötürmə. Ataşdan irəliyə zərbə və qol. Hesab 12-7 olur. 12-7. Hesab arasındakı fərqi azaldır Ataş avtoservis komandası və hesab 12-7 olur. Zərbə. Zərbə, top qapıdan aralı gedir. İrəliyə ötürmə. Rəşad. Cərimə zərbəsi, Rəşadı yıxırlar burada. Zəfər komandası cərimə zərbəsini yerinə yitirir. İrəliyə ötürmə. Ataş qarşısındadır. Geriyə ötürmə. Müdafiəyə qədər gəldi top. Daha da geriyə cərimə zərbəsi olacaq. Qayda pozuldu burada Zəfər komandasının futbolçusuna qarşı Ataş tərəfindən. İrəliyə keçir zərbə, Ataş bloklayır. İrəliyə ötürmə Ataşdan Fəridə. Hesab 12-7-dir. 5 top fərq var. Fərid geriyə. Verdi. Qapıcı topu tutur. Elbrus. Fərid. Zərbə. Üçüncüdən zərbə olacaq. Yaxşı zərbə indirdi Fərid. Buradanca qapıcı yaxşı qaytardı topu. At olacaq. Ataş avtoservis hücumdadır hələ ki. Fərid. Ondan zərbə. Bu dəfə də yaxşı zərbə indirdi. Ancaq biraz qapının üstündən meydanı tərk edir top. İrəliyə ötürmə. Qapıcı topu qaytardı. Qapı boşdur. Rəşada ötürmə. Rəşad.
Rəşad, zərbə və Rəşad, zərbə və 13-7 olur hesab. 13-7 Zəfər komandasının xeyrinə. Ataşın zərbəsi. Elbrus'un zərbəsi bloklayırlar. Təkrar hücum, ötürmə, qapıcı qaytardı. Boşdur burada oyuncu. Cərmə zərbəsi. Ataş avtoservisin xeyrinə. Ataşın zərbəsi və qapısı qaytardı topu. Zərbə dirək. Zəfər komandasının zərbəsi dirək. İndi Ataş avtoservisi yenidən hücumdadır. Fəriddən Ataşı ötürmə qeyd-dəqiq və oyun 13-7 hesabı ilə başa çatır. Zəfər komandası Ataş avtoservis komandasını 13-7 hesabı ilə məğlub edir.